Bəlkə yoxsa bir 1000 dənə Mercedes var. Amma alan yoxdur. Həqiqətən yox. Həqiqətən də bazarda Mercedeslər tökülüb qalıb, alıcı yoxdur. Sağ ol xanım, Allah'a dost. Özünüz gözünüz görür də yəni ki, mən deməklə bu ifadə olunmur. Yəni göz görür ki, alıcı qüvvəsi yoxdur burada. Alıcı qüvvəsi olsa Kanişli hamı sevinər. Alar, satar, gedər, biri kartov alar, biri soğan alar, biri yağ alar. Superçunun biri 20 manatdır. Bununla kasıb nətər dolansın? Düz deyirsiniz, mən də sizinlə İndi razıyam. mənim bugün yaxşı 12 minim var, mən yiyəcəm. Olmayan nətər yesin? Bax, maraqlı budur. Azərbaycanda hamı varlı deyil ki. Hamı varı deyil, yox. Bizim cəmaatı, Ağcabəd cəmaatı saxlayan Moskva Leningraddır. Açıq deyim də. O da bu dəqiqə müharibə gedir. Biz gedib nə orada dəmir yığa bilərik, nə qapan aça bilərik, nə optavo eləyə bilərik. Onu gör ki, raketlər takka-tak döyür. Qorxumuza qaç gəlmişik vətənimizdə. Bax, bir şey dediyim də, sözünüzü balla kəsim. Bax, səhhətinizdə belə bir şey olmamışdan qabaq, nə işlə məşğul olurdunuz, siz deyirsən? Belə iş olmamışdan qabaq gedirdim Moskvaya, 6 ay sezonda hər şey çıxandan sonra baxırdım ki, bir 30 min, 40 min manat pul qazandım. Yəni, optavoyumuz vardı, dəmir yığırdıq, optavoy verirdik, alırdıq, pul devir edirdik. İndi də oturmuşam Azərbaycanda sabitlikdir, düzdür, gözəldir hər şey. Har istən get, nə istən ye, iş bolluqdur. Allah cənab prezidentə dəyməsin. And olsun Allah. İntihası yoxdur, cəmaatda pul yoxdur. Algı satqı olmuyorsa hardan olsun? Pıradı tutanda o da ağlayır. Allah size ömür versin.